Salam əziz Sport 1 izləyiciləri, ötürmə yenidən efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı, Kamal Bayramovla birgə Azərbaycan futbolunda baş verən maraqlı hadisələri diqqətinizə çatdıracağıq. Xoş gəlmisən Kamal. Xoş gördük. Premyer Liqada və Azərbaycan Kubokunda qarşılaşmalar keçirildi. Biz əsasən danışacağıq Premyer Liqa oyunlarından. Çempionatın 19-cu turu Sabah Araz Naxçıvan qarşılaşması ilə start götürdü və Sabah 4-1 hesabı ilə Araz Naxçıvanı məğlub etdi və çempionluq yolunda daha bir ciddi addım atmış oldu. Ümumiyyətlə, artıq səhv eləmirəmsə 4 oyundur, yox 3 oyundur ki, Sabah rəqiblərinə 30 dəqiqə ərzində 3 qol vurur və bu oyunda da elə oldu və Araz Naxçıvanı 4-1 hesabı ilə məğlub etdi. Ümumiyyətlə, yəni biz həmişə danışanda deyirdik ki, qış fasiləsindən sonra Sabah necə olacaq, bu stabilliyi qoruya biləcəkmi? Amma görünür ki, daha da yüksəlişə doğru gedir. Son oyunlar da göstərir ki, rəqibi ilk 15-20 dəqiqə ərzində iflic eləyir. Ondan sonra da öz futbolunun dominatlığını meydanda göstərir. Yəni bu qaydada davam eləsələr, bizi sevindirən bir hal oldu ki, Azərbaycan futbolunda həqiqətən də bir klubun belə stabil çıxış eləməyi, bütün oyunların hər bir şeyin orada qaydasında olmağı sevindirici bir haldır. Bir klubumuzun da bu qədər böyüməsi. Bu qaydada davam eləsələr şansları da var. Çempionluq uğrunda mübarizə aparırlar. İnanıram ki, orada da yaxşı işlər görülür və has ki məşqçi də var. Məşqçinin işi hamısı göz qabağındadır. Qarşıya qoyulan məqsədə nail olarlar. Oyundan sonra maraqlı hadisələr baş verdi. Mətbuat konfransında Valdas Dambrauskasa sual verilib ki, Neftçi Qarabağ oyununun təxirə salınmasına münasibətiniz necə olar? O da aqressivləşib, əsəbləşib Valdas Dambrauskas bildirib ki, nəyə görə hər oyunda mənə Qarabağla bağlı sual verirsiniz, mən Sabahın azarkeşiyəm, mənə Qarabağla bağlı sual verməyin. Ümumiyyətlə, bir balaca deyəsən euforiya qapılıb Valdas Dambrauskas. Çünki məntiqlə bu sual Sabaha verilməlidir. Nəyə görə? Çünki Qarabağla çempionluq mübarizəsində Sabah əsas rəqibdir və əsas rəqibinin oyununun təxirə salınması təbii ki, Sabaha sərf eləmir və baş məşqçi bununla bağlı hər hansı bir açıqlama vermək məcburiyyətində və borcundadır. Mən belə düşünürəm. Sən necə düşünürsən bu məsələlə bağlı? Mən də baxdım o açıqlamasına baxdım onun. İndi oyun sonunda harasa oyunun dinamikasından təzə ayrılıb elə bir şeylər ola bilər. Amma bir tərəfdən də onu da başa düşmək olar ki, yəni tək bu oyunda yox, digər oyunlarda da ona bir çox suallar ünvanlanır. Yəqin harasa bu suallardan biraz çəkinmək üçün, qaçmaq üçün bu cür addım atıb. Ümumən jurnalistlərin, mətbuatın verdiyi bütün suallar cavablandırılmalıdır futbolçular tərəfindən, məşqçilər tərəfindən, rəhbərlər tərəfindən. Çünki zaten bizim bütün gördüyümüz işləri işıqlandıran mətbuatdır. Yəni verilən hər bir suala normal şəkildə heç bir aqressiya olmadan cavab vermək lazımdır. Belə düşünürəm. Araz Naxçıvanın başı üzərində buludlar gəzir. Komandanın prezidenti də axtarışa verilib. Prezidentin qardaşı Futsal Federasiyasının prezidenti Zahir Axundov da artıq onunla bağlı cinayət işi başladılıb və hərbi məhkəmənin qərarı ilə ev dustaqlığı verildi Zahir Axundova və belə deyək də faktiki olaraq Araz Naxçıvan sahibsiz qalıb və rəsmi olaraq rəhbər şəxs yoxdur. Düzdür, indi Ceyhun Sultanov qeyri-rəsmi komandaya bildiyimiz qədərilə nəzarət edir. Bu proseslər Araz Naxçıvanın düşmə ehtimalını gücləndirmir ki, həm lisenziyası əlindən alına bilər, həm də ki, komanda Demchenko'nun rəhbərliyində 3 oyunun içində də məğlub olub və aşağıdakı komandalara da bir motivasiya verici bir siqnal ola bilər bu. Məncə onun Araz Naxçıvanın hal-hazırda düşmə ehtimalı yoxdur. Çünki topladığı xal Premyer Liqada qalmağa kifayət eləyir. O komandanın düşmə zolağından çox uzaqdadır. Amma ümumən oyunlarına baxanda son oyunlarda bir düşüş görürsən, baxırsan müdafiə xəttində də
böyük problemləri var. Həm də çempionatda buraxdığı toplara baxırsan, yuxarı pillələrdə olmağına baxmayaraq ən çox top buraxan komandalardan biridir. Görsənir ki, müdafiə xəttində böyük problem var. Ümumən bir komandamızın bu dönəmdə, yəni komandaya sponsor tapmaq, komandaya idarəsi tapmaq çətindir və belə bir şeylərin baş verməsi bir üzücüdür bizə. Çünki bir komandamızda hardasa itirə bilərik. İnşallah ki, orada hər şey qaydasında olar, hər şey qanun çərçivəsində tənzimlənər və komanda öz çıxışlarını davam edər çempionatda. Və biz keçək növbəti oyuna, daha bir belə deyək, Avropa kubokları mübarizəsi və ya çempionluq mübarizəsi aparan komanda Turan-Tovuz Sumqayıtda, Azərsun Arenada Karvanı 1-0 hesabı ilə məğlub etdi və oyun baxımından çox zəif çıxış elədilər. Mən oyunu stadiondan izləyirdim. Komanda penalti vuraraq qalib gəldi Karvan Yevlağı və mən düşünürəm ki, bu heyətlə, bu baş məşqçi ilə Turan-Tovuz ən azı 4-5 top vurmalıdır. Düzdür, epizodlar oldu, 3 səhv eləmirəmsə dirəyə dəyən epizod oldu. Biri 2 epizodda dirəyə də ardıcıl top dirəyə dəydi, bir epizodda da uzaqdan zərbədən sonra dirəyə dəydi. Oyun baxımından Karvan Yevlağı güc baxımından üstəlirdilər, amma futbolçuların bəzilərinin fərdi çıxışları o qədər də xoşuma gəlmədi. Sən necə düşürsən? Mən də stadiondaydım, stadiondan izləyirdim oyunu. Ümumən götürəndə ilk yarı tam olaraq üstün oynadı Turan-Tovuz. Amma belə bir oyunlar var ki, rəqibə uyğun olaraq futbolçu, mən özüm də futbolçu olduğum dövrdə, yəni o bir motivasiyanı, o istəyi yarada bilmirsən. Yəni outsider onsuz da biz qalib gələcəyik buna və rahat oynadılar. İstər-istəməz həm məşqçilər o komandanı o səviyyədə toplaya bilmir. Yəni olur da belə oyunlar olur, amma onlar üçün önəmli olan mən düşünürəm ki, 3 xal idi, has ki hal-hazırdakı o şeydən qopmamaq üçün. Ümumən oyuna baxanda orada birinci hissədə 2 ardıcıl dirəkdən qayıdan top var idi. O toplar da geçsəydi, qol olsaydı daha fərqli bir oyun izləyərdik. Sona yaxında belə bir Karvan kimi komandalarda məsəl üçün hansısa bir əks hücumda, hansısa bir müdafiədə səhvə yol verdikdə pis nəticələnə bilərdi və komanda ehtiyatlı, düşünürəm ehtiyatlı oynadı və çox güc sərf eləmədən 3 xalını qazandı. Karvan Yevlaxla bağlı xüsusi qeyd edəcəyimiz nəsə bir məqam yoxdur. Sadəcə Füzuli Məmmədov mən deyərdim ki, oyunculardan daha çox belə deyək də bəzi statistik məlumatları açıqlayıram. Misal üçün deyirəm də, Araz Abdullayev oyun ərzində 10 km qaçdı. Mən düşünürəm ki, bu oyunda Füzuli Məmmədov bütün futbolçulardan daha çox qaçdı, hərəkət elədi. Özü can qoyur meydanda, bəlkə futbolçuluq dönəminə qayıtsaydıq nəsə eləyə bilərdi. Amma baş məşqçi kimi görsəndə ki, komandaya hər hansı bir fayda verə bilmir. Çünki bir xal toplanılıb, o da ki, İmişli ilə Qubadakı oyunda ümumiyyətlə o məsələyə də toxunacaq. Qubada İmişlidən xal almayan heç kim yoxdur. Meydan pis vəziyyətdədir, o törtüyüb bərbad durumdadır və futbolçular özlərini düşünürəm ki, yormurlar və bu bir xalı saymasaq, Füzuli Məmmədov gələndən sonra ümumiyyətlə Karvanda heç nə dəyişilməyib. Füzuli müəllim mən də stadiondan orada izləyəndə baxdım ki, həqiqətən də çox aktivdir. Yəni demək olar ki, qeyd etdiniz, oradakı futbolçulardan çox hərəkətli oldu meydanın kənarında. Amma əlində olan haski material var, onun istəklərinə bugün cavab vermir. Çox az sayda futbolçu var ki, haski orada onun istəklərinə cavab verə bilər. Məsəl üçün orada bir səhv eləmirəmsə 21 nömrədə çox bəyəndim onların üçlü stoperin sağındakını. 1-2 futbolçu var, amma digər əlində olan materiallar ona istədiyi futbolu, istədiyi keyfiyyəti verə bilmirlər və istər-istəməz də baş məşqçi oyun meydanın kənarında o qədər aktiv, sağa, sola istədiklərini belə bir şey təsəvvür elədim. Yəni bu bir Premyer Liqa oyununda yox, haski bir bir 15-16 yaşlıların haski örgədirsən oyun gedə-gedə, yəni bir baş məşqçilər orada necə iştirak edir? Sağa ver, sola ver topu, ortaya açıl. Yəni bunları izah eləməyə çalışırdı. Bu da görsənir ki, oyuncuların keyfiyyəti çox aşağıdır və o da çalışır nəsə eləməyə, amma
Yəni deyir bu bilet məndədir, amma poyez gedə bilməz. Bu poyez gedib bilet səndə olmağın bir xeyri yoxdur. Oyunçulardan söz seçmişdən Turantovu heyətinin daha bir futbolçusuna gücləndirdi. Marc-René Montpassi belə də adı və Lokomotiv Moskvadan icarəyə götürülüb. 22 yaşı var, mərkəz müdafiəçisidir. Bəzi boşluqlar hiss olunurdu müdafiə mərkəzində. Bəzən mən belə düşünürəm, Rodrik Miller gecikirdi epizodlara. Hurtado hücuma çıxandan sonra yəni standart vəziyyətdən geri qayıtmaqlarda problem yaşayırdı. Bunlar da onların yaşı ilə və fiziki göstəriciləri ilə bağlıdır, mən belə düşünürəm. Və 22 yaşlı bir mərkəz müdafiəçinin komandaya transfer olması məncə Turantovun hədəflərinə doğru necə istəkli olduğunun göstəricisidir. Çünki Berdiyev də düşünür ki, heyət o qədər yetərli deyil bəzi komandalarla mübarizə aparmağa və klub rəhbərliyi də və xeyirli olsun deyirəm. Marc-René Montpassinin transferi haqqında nələr deyə bilərsən? Tovuza müdafiəçiyə ehtiyac var idi. Bilirsiniz ki, orada hal-hazırda 3 müdafiəçi oynayır və bir də mərkəz müdafiəçisi kimi komandanın kapitanı Şəhriyar var orada ehtiyatda. Amma bu yolda onlara yenə də bir müdafiəçiyə ehtiyac var idi və axtardılar, tapdılar. Düşünürəm ki, incəliyiblər və komandanın sxeminə uyğun bir müdafiəçi tapdılar. Və mən də uğurlar arzulayıram. İnşallah xeyirli uğurlu olar Tovuz üçün. Bəzi sosial şəbəkə istifadəçiləri, bəzi media qurumları bildirirlər ki, Hakimlər Komitəsi son zamanlar Turantovuza jestlər edirlər, güzəştlər edirlər. İbrahim Vacinin qırmızı epizodunun verilməməsi, sonradan Rəhim Həsənovun səhvi qəbul etməsi və bu oyunda da Filip Ozoviçin bir epizodu var ki, orada açıq ayaqla girişdiyi bildirilir və o epizodda da sarı vərəqə ilə cəzalandırılır futbolçu, amma bir çoxları bildirir ki, o epizodda qırmızı vərəqə verilməli idi. Xatırlayırsansa o epizodu? Həmən epizodu mən dərhal telefondan oradan izlədim, baxdım, orada açıq ayaq yox idi. Yəni açıq ayaq olsa mən hal-hazırda necə Vacinin epizoduna dedim ki, burada qırmızı vərəqədir. Ozoviçin də epizoduna həmən reaksiyanı verərdim. Orada açıq ayaq yox, yəni bağlı ayaqla gedir üzərinə və orada heç bir o qədər də böyük bir təhlükə yoxdur, ayağını böyük bir zədə vermə təhlükəsi olmadığına görə düşünürəm ki, hakimin qərarı orada düzgün idi. Bir də top çıxmayan, tam çıxmayan epizod var. Topun xətti hakim onu davam elətdirir. İndi sosial şəbəkələrdə onu müzakirə edirlər və topun stop anında tam çıxdığı belə deyək də 70% görsənir, amma tam çıxdığı görsənmir də. Yəni o epizodu da künc sərbəsi, sonra ardından künc sərbəsi oldu. Həmin epizod deyirsən. Ona mən tam dəqiqliklə baxmadım. Ona görə ona bir şərh verə bilmərəm, amma yəni hansı ki bildirilən rəylər var, onlara da hörmətlə yanaşıram. İntisam Komitəsi Turantovuzla bağlı qərarlar qəbul edib. Təbii ki, bu kubokun oyunları ilə bağlıdır. Berdiyev və hakimə çirin vurduğuna görə 10.000 manat cərimələyiblər. 4 oyunluq cəza veriblər. Həmin oyunda, Kəpəzlə oyunda Yunus Hüseynovun aqressiyasına görə, qırmızı vərəqə aldığına görə 2500 manat klubu cərimələyiblər. Yunus Hüseynova bir oyunluq cəza veriblər. Yəni kubokun növbəti oyununda cavab maçında yenə də əsas məşqçilər olmayacaqlar. Köməkçi məşqçi nə Berdiyev olacaq, nə Yunus Hüseynov olacaq. Bu cəzalar haqlıdırmı? Epizodu hamımız izlədik. Orada hakimə hansı ki epizod izah eləməyə çalışır. Biraz sərt formada olur. Berdiyev dünya səviyyəli tanınmış bir məşqçilərdən biridir. Yəni oyun epizodlarında da hardasa oyunun dinamikasında aqressiv ola bilər. Mən düşünürəm ki, qarşısına qoyduğu bir məqsəd var. Ona görə daha çox komandanı düşünməlidir. Çünki onun meydanda olmağı çox önəmlidir. Yunus Hüseynovla bağlı biz hərdən fikirləşirik tək baş məşqçi və köməkçiləri necə olmalıdırlar. Bir baş məşqçi oyunun dinamikasında hansısa sərt reaksiyalar göstərə bilər, sərt qərarlar verə bilər. Amma onun yanındakı köməkçilər
düşünürəm ki, biraz təmkinli, səbirli və baş məşqçiyə lazımi köməklər göstərməlidir. Və Yunis Hüseynov son oyunlarda baxırsan ki, ən çox sarı vərəqə alan məşqçilərimizdən biridir. Futbolçulardan daha çox sarı vərəqə alıb, səhv eləmirəmsə. Sarı vərəqə alır. Düşünürəm ki, o həmən indi mən Yunis Hüseynov baxıb deyəcək, Kamal məndən yaşda biraz balacadır. Amma bu şeyləri mənə irad kimi bildirir. Yox, mən bunu bir irad kimi yox, daha doğrusu sizin bizdən daha təcrübəli olub və bu epizodlara daha istiqamlı yanaşmağınızı istəyirəm. Turun növbəti oyunu Qubada keçirildi. İmişli Kəpəzlə 0-0 elədi. Onun barəsində çox danışmaq istəmirəm. Şəxsən jurnalist olmasam, sıravi bir azarkeş olsam, mən bu oyunun 15-ci dəqiqəsindən sonra oyuna baxmazdım. Quba stadionunda palçıq, pis vəziyyətdə, komandalar belə deyək də mübarizəyə girişmir. Düzdür, İmişli meydan sahibi olduğu üçün və Kəpəz outsider olduğu üçün bir balaca hücumlar eləyirdi, amma sadəcə komandalar elə bir xala sanki razı idilər və biraz maraqsız oyun izlədik. Təbii ki, bu komandaların heyətlərindəki futbolçuların keyfiyyətinin aşağı olmasına irəli gəlmir, meydanın vəziyyətinin pis vəziyyətdə olmasına irəli gəlirdi və yəni açığı mən bu oyuna baxmazdım. Orada ümumiyyətcə son oyunlara baxırsan, bu qışdan sonraki oyunlarda ümumiyyətcə bu yağış, qar, belə bir hadisələr baş verdikdən sonra ümumiyyətcə oyunların keyfiyyəti aşağı düşüb. Bütün hansı komanda gedirsə orada İmişlinin elə özünü götürək, özü orada əziyyət çəkir. Yəni futbol oynamaqdan çox orada fiziki mübarizə gedir. Bax, belə yəni hansı komanda mən düşünürəm bir qol vursaydı, o da oyuna aparac idi. İkisi də eyni səviyyədə, yəni sadəcə bir fiziki mübarizə apardılar. Bu qədər, yəni belə bir baxımlı bir oyuna alınmadı. Ümumiyyətlə İmişli rəhbərliyi bu Quba məsələsini həll etməlidir. Ya başqa bir stadion tapmalıdır oynamaq üçün ev oyunlarının. Ya da ki, necəsə ya ototuninlə bağlı dəyişiklik eləməlidir. Onun üçün də gərək Gənclər və İdman Nazirliyi icazə alsın. Təbii ki, ototunin dəyişilməsi ilə bağlı inandırıcı deyil indiki məqamda hansısa bir iş görməkləri. Amma Quba bataqlığında komanda batır, İmişli klubu batır. Belə götürək Sumqayıtla oyundan başqa burada qələbəsi yoxdur. Sumqayıtla oyunda da klub özü səhv eləyib, səhvə yol verir və məğlubiyyət var. Yəni Qubada 3 xalı yoxdur İmişlinin. İmişli öz ev oyunlarında xal qazana bilməyəcəksə, rəqiblər də artıq güclənir. Qəbələdə xal itirdilər, Qəbələyə məğlub oldular. Öz ev oyunlarında xal toplamalıdır ki, çempionatda qalmağı konkretləşdirsinlər. Yəni bəli, biz birinci dövrədə deyə bilirdik ki, İmişli bu dəqiqə üçün düşmək zonasından uzaqdır. Amma indi deyə bilmirik. Çünki Qəbələ də güclənib, Kəpəz də güclənib. Başa düşdük ya, axırıncıya tutaq ki, Karvan yolu olacaq. Amma bunun play-offu da var axı. Bu ev oyunlarında qələbə qazanmalıdır ki, o rəqiblərdən uzaqlaşsınlar. Ev oyunlarında sən Kəpəzi məğlub edə bilmirsənsə, onda bu niyə ev oyunu olur? Bu necə ev oyunu olur? Bu məsələ siqnal olmalıdır İmişli rəhbərliyinə və məncə yəni düzdür, verişlərin birində bildirdi ki, mən Şamaxı rəhbərinin dediyi sözdən sonra Şamaxıda oynamamaq qərarı verdik. Amma bu qərar, yəni Quba qərarı hal-hazırda məncə doğru qərar deyil və Qubadan başqa bir yerdə oynalsa, təbii ki, burada AFFA da biraz və PFL də məsələləri daha da qəlizləşdirir. Onlar da bildirirlər ki, regionda bir stadion tapın, oynayın bölgələrin birində. Yəni Kəpəz kimi onlar da gedə bilərlər Yevlağa, olsun elə yenidən Şamaxıda da oynaya bilərlər. Amma Qubada oynamaq komandaya çox mənfi təsir edir. Heyətində baxırsan keyfiyyətli futbolçular var və səfərdə oynadıqları oyunlarda daha məzmunlu oyunlar alınır onların. Amma orada ümumiyyətcə nəinki İmişlinin özü, digər komandalar da futbol oynamağa çətinlik çəkir. Bir dəqiqə iqlimin də elə bir vaxtıdır ki, yağış, qar çoxaldıqca mən düşünürəm ki, növbəti turlarda orada bir bərbad bir stadion olacaq. Biz həmin oyuna da keçəcəyik, amma növbəti tur İmişli Qarabağı qəbul edəcək Qubada. Mən mətbuat konfransında Qarabağın Şamaxının oyundan sonra mətbuat konfransında Qurban Qurbanova sual verdim ki, birinci dövrədəki oyun da
Çempionlar Liqası ərəfəsində düşmüşdü və siz klub rəhbərliyindən, İmişli rəhbərliyindən xahiş etmişdiniz ki, yerlər dəyişilsin. İndi də belə bir addım atmağı planlaşdırırsınızmı? Qurban Qurbanov deyir ki, dəyişilsə yaxşı olardı, amma bir dəfə xahiş eləmişik, sağ olsunlar, qəbul ediblər. İndiki məqamda bilmirik nə edək. İmişli rəhbərliyi özü və yaxud da ki, futbolçular özü jest etsələr doğru olarmı? Əslində, yəni mən düşünürəm ki, belə məqamlar Azərbaycan çempionatının belə deyək də, baxımlılığın bir balaca aşağı salır. Nə qədər xahiş eləmək olar, nə qədər oyun təxirə salınar. Artıq Azərbaycan futbolu, Azərbaycan klubları Avrokuboklarda iddialıdırlarsa, işlər görmək istəyirlərsə, bir həftə ərzində 3 oyun oynamaq potensialında olmalıdırlar. Amma həqiqətən bu dəqiqə üçün sual çox qəlizdir. Yox, oyun oynasınlar da ki, yəni bir həftə ərzində 3 oyun oynasınlar. Yeri dəyişilməyi yerdən də əlavə, yəni stadionların normal vəziyyətdə olduğu halda, yəni bax bu həftə Şamaxıda oynadı. Bəli. Qarabağ. O qarda, yəni gördün də nə vəziyyətdə stadionu, yəni orada işləyən insanlar sağ olsunlar, yəni əziyyət çəkdilər, stadionu oynamaq halına gətirdilər, çıxartdılar. Yenə ona baxmayaraq Qarabağ texniki keyfiyyətdə üstün bir komandadır və elə meydançalarda oynamağı bugünkü gündə həm də ona futboluna təsir eləyir. Və Qubadakı stadion olsun və digər başqa bir hansısa stadionlarımızdan deyək ki, hansı ki bugün həftədə 3 dəfə həmin stadionlarda futbol oynasan, ümumiyyətcə bir aya futbol qutararsan. Sumqayıtda 5 qollu bir oyun izlədik. Hər iki klub Avrokuboklara vəsqə qazanmaq uğrunda mübarizə aparır və son dəqiqəyə qədər mübarizə getdi. Fantastik bir stadiondaydım. Fantastik bir oyun izlədim və aşağı yuxarı büdcələri də bu komandaların aşağı yuxarı indi ola bilər Zirədə bir qədər çoxdur. Və Rəşad Sadıqovun rəhbərliyində Zirə sona qədər döyüşdü və qalib gəldi. Ümumən qarşılıqlı hücumlarla keçdi, yaxşı mübarizəli oyun izlədik. Zirəyə baxanda Zirəyə mütləq şəkildə xal lazım idi. Son dönəmlər baxırdın ki, yəni xal qazanmadıqsa turnir cədvəlində hansı ki o zolaqdan uzaqlaşmağa çalışırdı. Qələbə qazandılar, yaxşı mübarizə apardılar. Ümumən Sumqayıt da qarşılıqlı hücum şəraitində keçirdi oyunu. Məncə Zirə səfərdə layiqli qələbə qazandı. Yəni oyun demək olar, amma bərabər səviyyədə gedirdi. Amma hardasa keyfiyyət olaraq Zirə biraz daha üstün idi. Həm büdcə baxımından, həm heyət baxımından Sumqayıtda belə deyək də çatışmazlıqlar var. Düzdür, klub rəhbərliyinə alqış düşür ki, bu büdcə ilə, bu heyətlə yerli futbolçular ehtiyatda çoxdur, artıqlaması ilə çoxdur. Hədəfləri bacaracaqsa Avrokuboklara getməkdir. Düşünürsən, qopmurlar da o mübarizədən. Yəni, outsider indi gəl açıq danışaq da, yəni, Qəbələ, Karvan, İmişli və yaxud da Şamaxı kimi ortabab komanda olduq, bəsdir deyib otura bilərdi yerlərinə. Həm də Sumqayıt şəhər olaraq bir irəliyə gedib, normal şəhər formalaşıb, normal stadion var və bu komanda büdcələrinin çatdığı qədər mübarizə aparmağa çalışırlar və maraq qatırlar. Amma mən Avrokuboklar mübarizəsində indi arazı çıxdıq bu mübarizədən baş verənlərə görə. Turan-Tovuz, Neftçi və Zirə. Bu 4 komandanın Avrokuboklara kim girəcək? Təbii ki, mən düşünürəm ki, həm Qarabağ, həm də Sabah Avrokuboklara yerlərini təmin ediblər, bu gücdədirlər. Qalır 2 nöqtə, 2 boş yer, biri Konfrans Liqasıdır, bir də Avropa Liqasıdır. Sumqayıtın da kubokda mübarizəsi davam edir, Zirənin də, Turan-Tovuzun da mübarizəsi davam edir. Bir dənə Neftçi çempionat yolu ilə Avrokuboklara vəsqə qazanar. Bu 4 klub arasında həm büdcəsinə görə, həm heyət baxımından ən zəifi məncə Sumqayıtdır. Bəli, bax o Neftçi də son oyundakı qələbəsi yəni biraz ajotaj yaradır yuxarıdakı komandalardakı. Neftçi də dirçəlir, Neftçi gəlir. Bu da biraz çempionatı daha maraqlı edəcək. Amma bu büdcə ilə, bu heyətlə çempionata həm də düzdür, baş məşqçi Amil də var orada. Saşa İliç təcrübəli mütəxəssisdir. Avrokuboklar mübarizəsi apardığına görə alqış düşür Sumqayıta və təşəkkür düşür ki, yəni belə bir, yəni sakitcə ortabaq klubuq
deyib Yəni heyət də o otura bilərdilər. istənilən qədər, yəni Bəli. ehtiyat skameykası da yoxdur. Bu gün mübarizə aparırlar. İndi hara qədər gedə biləcəklər? O qədər mübarizə aparacaqlar. Neftçi Qəbələni 1-0 hesabla məğlub etdi. Emin Mahmudovun başda gözəl bir zərbəsi oldu və birinci hissəyə məncə çox yaxşı başladılar və onun fərqlənmədiyi epizodlar da oldu. Yararlana bilərdilər Neftçi, amma ikinci hissə əksini gördük. Qəbələ daha çox istəkli oynayırdı. Hətta 100% bir epizod var idi. Prince Olusunun qaçırdığı epizod. Mənə qəribə gəldi. Neftçinin ikinci hissədə oynadığı bu oyun və Venudu bunu təhlil etməlidir. İkinci hissədə Qəbələ kimi bir komandaya nə qədər olmasa da həm büdcə baxımından, həm oyunçuların keyfiyyəti baxımından belə bir məsələ də var ki, Qəbələ də 2 oyun ardıcıl qələbə qazanmışdı. Yəni çempionatda Sabahdan sonra 6 xal 2 oyunçusunda qələbə qazanan sırf Qəbələ idi. Bəlkə ondan ehtiyat edirdi. Amma oyun performansı baxımından Araz Naxçıvanla oyunla müqayisədə bu oyunda çox belə geriləmə hiss olundu Neftçidə. Buna artıq bir çarə tapmalıdır Vernudub. Mən oyun barəsində onu deyə bilərəm ki, yəni fərqli 2 hissə izlədik. Yəni ilk hissə Neftçinin üstünlüyü, ikinci hissə Qəbələnin, hər iki komandanın yetərincə qol epizodları oldu. Yəni deyim ki, hansısa bir komanda məsəl üçün Neftçi ikinci topu vursaydı, top sayını keçsə daha fərqli ola bilərdi. Qəbələnin qaçırtdığı toplar var, yaxın məsafələrdən, birə-bir mübarizələrdən. Ümumən oyunun ədalətli nəticəsi heç olsa daha yaxşı olardı. Çünki hər iki komandanın da yetərincə cinahlardan ötürmələr, nə qədər epizodlara girdilər. Hasko qapıçı ilə də getdi, birə-bir mübarizədə keçə bilmə, başdan vurulan zərbəsi var idi. Qəbələnin qapı dirəyinin yanından keçdi. Deyirsən, məsələn, Araz Naxçıvanla oyunla Qəbələ oyununda fərq var idi. Qəbələ qışdan sonra mən deyirəm ki, bir çox komanda ilə müqayirəsi olunası komanda deyil. Yəni, biraz fərqli bir Qəbələdir. Onlar zaten çempionatda yaxşı futbol sərgiləyirlər. Bugün başlayıblar onların bəhrəsini görməyə. Məğlub olmalarına baxmayaraq çox gözəl futbol oynadılar. Mən düşünürəm ki, qarşıdakı oyunlarda Qəbələ istədiyi nəticələri də qazanacaq. Mən düşünürəm ki, Neftçi futbolçularının daha keyfiyyətli olmağı Neftçiyə bugün 3 xal qazandırdı. Yəni, bəli, oyunda ədalətli nəticə heç ola bilərdi, amma Neftçinin futbolçularının keyfiyyətinin üstün olmağı, yəni Neftçidə Emin Mahmudov kimi bir futbolçunun olmağı, İmad Farət kimi bir futbolçunun olmağı Neftçiyə ilə 3 xal qazandırdı. Vernudubun bir xüsusiyyəti diqqətimi çəkdi. Hər oyun fərqli taktika ilə çıxır. Bu bir müddət bunu Mutu da edirdi. Ondan qabaqki məşqçi də eyni şeyi edirdi. Hər oyun, yəni baş məşqçilər tam hansı heyətlə çıxacaq onu bilməsin. Bu özü bir üstünlükdür, həm də bir belə deyək də bir mənfidir. Mənə görə stabil qalib bir heyət olmağı daha yaxşıdır, nəinki hər oyun fərqli bir heyətdə oynamaq. Bəlkə də rəqiblərə görə edir. Məsəl üçün Murad Xaçeyev uzun müddətdən sonra əsas heyətdə oynadı və düşündü ki, yəni Qəbələyə qarşı oynaya bilər də Murad Xaçeyev. Sevindirici məqamlardan biri 2 oyundur. Məmmədovun adı yadımdan çıxdı. Gənc futbolçunun 2 oyundur heyətdə. Murad Məmmədovun 2 oyundur heyətdə, əsas heyətdə meydana çıxmağı. Bu oyun Abbaqar çıxmadı meydana, digər futbolçulara şans yaratdı. Stabil bir qalib heyət formalaşdırsa daha yaxşı olar, amma bu da özü əgər nəticə verirsə biz bunu edə bilmərik. Yenə də axtarışda da o da rotasiya eləyir, daha yaxşı işlər görmək istəyir, amma bugün Neftçinin qələbəsi də sevindirici bir şeydir ki, yəni turnir zərvələrində hal-hazırda olan bir ajotaj yaradır. Baxırsan ki, gəldi yuxarıdakılara çatdı, haradan gəldi, hara. Biraz da 1-2 oyun, 3 oyunda bir etap keçsə, Asko balansını qoruya bilsə, bu stabillik, qələbə stabiliyini qoruya bilsə, çempionatımız daha maraqlı olacaq. Qəbələ Neftçi oyununda bir epizod oldu. Elvin Bədalov hücumun qarşısını kəsdi və hakim onu ikinci sarı vərəqə ilə cəzalandırıb Əliyar Ağayev idi. Hakim qırmızı vərəqə ilə meydandan qovdu. Düzdür, Elvin Bədalov nə qədər etiraz eləsə də, bildirsə də ki, toxunuş yox idi.
Amma Əliyar Ağayev qətiyyətli idi, heç bunlara da baxmadılar. Amma eyni epizod Şamaxı Qarabağ oyununda yaşandı. Edqara qarşı Bəhlul Mustafazadə kobudluq elədi, hansı ki bütün Şamaxı futbolçuları etiraz edir ki, bu sarı vərəqədir, ikinci sarı vərəqədir və qırmızı verilməlidir. Kamal Umudlu futbolçulara qarı bəhanə elədi. Mən elə görsən, mən elə başa düşdüm ki, yəni əslində ayağını atdı, futbolçu da sürüşməməkdən ötürü, yəni güya Edqar da sürüşməməkdən ötürü özünü atdı. Amma cəriməni də verdi. İndi sosial şəbəkələrdə o videolarda alt-üst qoyublar. Aşağı-yuxarı eyni epizoddur. Birinə sarı vərəqə verilirsə, o birisinə niyə verilmir? Əlbəttə, o birinci Əliyarın verdiyi ikinci sarı vərəqə ilə qırmızı vərəqə doğru idi. Həmən epizodda da Edqarla Bəhlulun epizodunda da Bəhlul ikinci sarı vərəqə ilə qırmızı ilə cəzalandırmalı idi. Bizə ayrılan vaxt başa çatdı. Bu həftədə maraqlı mövzularımız oldu. Sağ olun, salamat qalın. Sağ olun.